Kəndli toxum səpib, bol məhsul əldə etmək istəsə də su problemi ona imkan vermir. Goranboyda 150 hektara yaxın arpa, buğda əkilən sahələr susuz yanır. Rayonun Veysli kəndinin sakinləri sentyabr-oktyabr aylarında əkdikləri taxılın hələ ilk suyunu vura bilməyiblər. Kəndlilər bildirir ki, dekabrın son həftəsinə qədər əkdikləri arpa, buğdanı suvara bilməsələr, onlar biçim vaxtı məhsul götürə bilməyəcəklər. Təsərrüfatçıların sözlərinə görə sahələr əsasən Şəmkir maşını kanal vasitəsilə suvarılır. Həmin kanalda isə dekabrın 8-dən su kəsilib. Yaxınlıqdakı arteziyan quyularından da onlara su verilmir. Kanalı başımızın üstünə ki bize su ilə imtihana çəkirlər ay kinolu. Belə şey olmaz. Xahiş eləyirəm Su Meliorasiya Nazirliyinə. Şəmkir kanalını getsinlər, onun müdürünü danıştırsınlar, desinlər ki, qardaş bu cemaatla niyə oynuyorsunuz? Cemaatın tabi. Burada gördüyünüz adamların bir dənəsində bir qıraqdan $10 bir gəlir yeri yoxdur. Bizim kəndin təsərrüfatdır, bir də əkincilikdir. Başka bir şey yoktu. 10 hektar arpa əmişəm, heç 1 hektarını sulamamışam. Özüm də 44 gün müharibəsində olmuşam. Özüm də veteran, atam da veteran. Heç bir yerdə də işləmir. Heç bir maaşımız da yoxdur. Biz şəxsən ancaq əkinlə dolanırıq. Su birliyi gətirir, öz adamlarını suladır. Bizə çatanda deyir ki, növbənlə gəlir, növbən. Bizdən sonra əkənlər hamısı sulayıb, biz qalmışıq belə. Bu dəqiqə bizim babada qara şum, hamısı qara şumdur. 6 hektar orada yerim var, mən 1 hektarını sulamamışam. Veysli sakinləri bildirir ki, əsas məşğuliyyətləri əkinçilik olduğundan onlar sahələri vaxtında suvarı bol məhsul əldə etməyə çalışırlar. Amma su problemi buna imkan vermir. Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edəndə isə təsərrüfatçılara ümid verib yaxşı olacaq deyilir. 9 baş külfətəm. Uşaqların boğazından kəsib yerə səpdiyim arpanı sulaya bilmirəm. 3 hektar yerim qalıb quruda. Ayrı yer əkilim yoxdur. Bundan 3 ildir ki, mənim dalbadal yerimi batırırlar. Sakinlərin problemini dinləyib onun nə vaxt həllini tapacağını öyrənmək üçün üst tutduğu aidiyyatı qurumlara Goranboy Su Meliorasiya Sistemlərinin İstismar İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, ötən illə müqayisədə bu il həmin ərazidə əkilən torpaqlar daha çoxdur. Onun bir qismi subarteziyan quyuları vasitəsilə verilən su ilə, yuxarı hissədə olan torpaqlar isə yaxın günlərdə təkrar Şəmkir maşın kanalından verilən su vasitəsilə növbəlik əsasında suvarılacaq. Rahim İbrahimoğlu, Ülviyə Orucova, Goranboy.